bütün dənizçilərə bu repim gəlsin. Sizlərə görürəm ki var belələri çox. Demirəm bəziləri sanki başqa yox. İşləri oturub qazancını müzakirə edirlər. Dənizçilərin bir nəfər soruşmur ki sevdiklərindən. Uzaq aqa necə dözürsən o şaxtalı qarlı havada, necə edirsən nəhəng dalğalar arasında necə qalırsan. Yox niyə ki onlara bir şey maraqlıdır. Brat ayda nə qədər alırsan ala bəstirin. Özünüzü qoyduz gizliyə ala bəstirin. Özünüzü qoyduz gizliyə. Dəniz əkişinin işi deyil, dəniz əkişinin başı üçün deyil. Dənizçilərin həyəziyyəti şahidiyə bilirsən. Niyə ki mən də onlardan bir yerdeyə tanıyır mərimə. Dənizçi nafimə məyriyə, eri düzə isə həmişə düzəm. Bir deyim var ki bir məndə də iki can əranı dəli stres, həyəcan bax. Bu həyatı dənizçidir yaşayan, yaşayır sanki ikili həyat. Hansısı sənə doğma, hansısısa sənə yad. Bunu başa düşmək, bunu anlamaq bax. Budur dənizçi olmaq, gecə qaranlıqsa ki dodaq fikirlər qarışıb. Beyninizə yatmayıb o ilin 12 ayını ailəsi ilə keçirə bilir sadəcə bir iki ayın. Maaşını saymaq əvəzinə arada bunları da sayın. Çoxları bu sözlərimi bəlkə də dərk eləmir, bəlkə də dərk eləyir, sadəcə onlara sərf eləmir. Danışır bu haqda bilən bilməyən o qədər görmüşük. Bu sənətə gələn bir səfərinə belə dözməyib bu işi buraxıb gedən. Amma bu yolda ömrünü itirib illərini verən bunu zarafat bilməyin. Xahiş edirəm.